Elnur bəy, bilirsiniz, belə adam bir tərəfdən sevinir. Çünki bizim bütün proqnozlarımız yerinə yetir və düşmən Rus imperiyası sürətlə dağılır. Krımdan böyük qaçaqaç var, çox böyük qaçaqaç var. Mən indi Azad bəydən rica edəcəm, bir fotonu göstərsin. Yadınızda da Qarabağdan qaçış var deyə, ermənilərin qaçışı var deyə. Bu daha böyük bir kolondur. Çünki Qarabağda məncə deyirlər, ermənilər deyirlər, 150 min belə adam var orada. Yadınızdadır, Rus zabiti sevinərək çıxır, deyir ki, 10 mində erməni qayıtdı, 20 mində erməni qayıtdı filan. Yəni, uzaq başı ən maksimum 100 min adam vardı Qarabağdan. Çıxışda, amma maşınların sayı yox idi. Bu, baxın, Krımdır. Krımda 2 milyon yaşayan var. Onların 1 milyonu həmən o işğalçıları gəlirdi. Görün, ucu bucağı yoxdur. Bax, Krıma gələn yol təbii ki, bomboşdur. Heç kim gəlmir. Amma Krımdan çıxan yolda baxın nə baş verir. Elnur bəy, nə deyək soydaşlarımıza və necə siz şərh edirsiniz bugün baş verənləri Rusiyada? Kamran bəy, bizim üçün danışmaq çox çətindir bu məsələlər barədə indi. Ona görə ki, bu baş verənlər haqqında biz daha əvvəldən danışmışıq. İndi bizim danışacaqlarımız prinsip etibarilə biraz təkrarçılıq olur. Çünki hətta tamaşaçılarımız da belə auditoriyada bu reaksiyalardan görünür ki, məsələn, son həyəcanlı vəziyyətdə daha çox insanlar, məsələn, press kluba baxmağa meyillənirlər. Çünki başqa kanallar da vardır ki, onlar məsələn deyirlər ki, Zelenski Ukraynanı gətirdi, fəlakətə çıxartdı, imperializmin köləsi elədi, qərbin fitnəsinə getdi, belələdi. İndi baxırsınız ki, həmin indi o auditoriyalar da vardı artıq, indi həmin o kanallara heç baxanlar da yoxdur. Daha çox o kanallara insanlar meyillənirlər ki, onlar Rusiyanın çətin vəziyyətdə düşəcəyini, dağılacağını və bu Ukrayna müharibəsində məğlub olacağını deyənlərdir. O istiqamətdə demək ki, debatlar aparan idi, müzakirələr açan kanallar idi. Və bu nöqteyi nəzərdən yəni bizim üçün çətindir ki, çünki bir qədər təkrarçılıq olur. Amma təkrarçılıq olsa da bir misal var da, təkrar birliyin anasıdır. Daha yaxşı birlikli olmaq üçün və gələcəkdə daha yaxşı orientasiya götürə bilmək üçün bu təkrarlar demək də lazımdır, amma bir yeni istiqamətlər haqqında da düşünmək lazımdır. Mən hesab edirəm ki, Kamran bəy, bu Rusiyadakı Azərbaycanlıların məsələsi bizim birinci prioritetimiz olmalıdır. Bizim əsas mövzumuz və əsas mövqeyimiz onlara buradan məsləhətlə verə bilmər, amma onların haqqındadır təbii ki. Buyurun, buyurun. Bəli. Prinsip etibarilə biz dövlət kimi Azərbaycan dövləti Rusiya təhlükəsini son 30 ildə yavaş-yavaş, mərhələ-mərhələ, qismən tam və demək olar ki, yekun olaraq da Şuşa bəyannaməsi ilə neytrallaşdırmışıq. Yəni, artıq Rusiya təhlükəsi imperiya kimi təhlükəsi Azərbaycana, tutaq ki, 92-ci ildəki kimi, 93-cü ildə, 90-cı illərdəki kimi deyil. Artıq Rusiyanın, belə deyək, o Azərbaycana batmış dişi, o vaxtlar ki, dişi çoxdan sındırılıbdır. Yəni, dövlət kimi biz Rusiya təhlükəsini qismən və yaxud da ki, böyük bir ölçüdə neytrallaşdırmışıq. Bizim üçün indi hal-hazırda oradakı Azərbaycanlılar prioritet olmalıdır. İkinci növbədə isə Dağıstan və Dərbənd məsələsi ki, bu bizim müzakirələrin bundan sonraki mərhələsini təşkil edilməlidir. Və indi bu mətbuat orqanları, televiziya, siyasətçilər, siyasi şərhçilər və onların vəzifəsidir, həm də boyunlarının borcudur ki, ictimaiyyəti daha öncədən məlumatlandıra bilsinlər, baş verə biləcək mümkün senarilər haqqında danışa bilsinlər. Bu baxımdan yəni biz vəzifə olaraq bunu qarşımızda qoymalıyıq ki, hadisələrin bundan sonraki inkişaf trayektoriyası necə olacaqdır və bu situasiyada Azərbaycan necə davranmalı olacaqdır. Birinci dediyimiz kimi, o Azərbaycanlılarla bağlı məsələdir orada. Yəni böyük ölçüdə bizim orada Azərbaycanlılar var. Artıq demək ki, birinci nəsil Azərbaycanlılar keçən verilişdə qeyd elədiyimiz kimi bazarlarda işləyən, ticarətdə işləyən Azərbaycanlılardır. Amma artıq ikinci, üçüncü nəsil Azərbaycanlılar demək olar ki, orada bürokratiyada, demək, səhiyyə sistemində, hüquq sistemində, digər sistemlərdə yəni artıq o vəzifələr tuturlar, cəmiyyətə inteqrasiya olunublar, dil problemlərini aradan qaldırıblar və onlar üçün orada çox ciddi çətinliklər yaranacaqdır. Və xüsusən də Rusiyanın dağılacağı, vətəndaş müharibəsinə düçar olacağı,
Hətta o döyüşdəki, o müharibədəki hərbiçilərin geri qayıdıb, yəni vətəndaş müharibəsini başladacağı haqqında proqnozlar varsa, Azərbaycanlıların oradakı təhlükəsizlik məsələsini biz hər tərəfli götür-qoy eləməliyik. Burada birinci növbədə bizim elə yəni vətəndaşlar, Azərbaycanlıların özləri hazırlıqlı olmalıdırlar. Hətta bu çətin şəraitdə belə bizim orada diaspora birləşməlidir, insanlar arasında koordinasiyanı gücləndirməlidir. Bizim insanların özləri də məsələn Rus propagandasının təsirindən özlərini xilas eləməlidirlər. Onların bir qulaqları orada dövlət propagandasını eşidərkən, bir qulaqları da Azərbaycan kanallarını, Azərbaycan dövlətinin mövqeyini, Azərbaycandakı ictimai siyasi ab-havanı duymalı olmalıdır ki, demək, onlar özlərini orada daha yaxşı müdafiə edə bilsinlər. Yəni, Azərbaycanlıların Rusiyada daha möhkəm birləşməsi, inteqrasiya olmaları, təşkilatlanması, özlərini müdafiə eləməsi, Azərbaycan dövlətindən daha sıx əlaqədə olması, Azərbaycan ictimaiyyətindən daha sıx əlaqədə olması bu çox vacibdir. Oradakı Azərbaycanlıların keçən dəfəki verilişlərə mən toxundum, təxmini rəqəmlərdən söhbət gedirdi. Yəni 100-200 milyard dollardan çox Azərbaycanlıların oradakı sərvəti var. O sərvətin qorunması və mümkün olsa o sərvəti hansısa bir formada oradan çıxarmaq və bizim ən belə qorxulu senarilər baş verəsi olsa, oradakı Azərbaycanlıların Azərbaycana ya geri gətirilməsi və yaxud da ki, indi Azərbaycanın özü olmasa da, orada Tataristan olsun, Dağıstan olsun və digər respublikalarda lap müvəqqəti yerləşdirilməsi də məsələlər də bizim gündəmimizdə olmalıdır. İkinci məsələ, demək, bu Dağıstan məsələsi, Dərbənd məsələsidir. Çox təəssüf ki, biz bu məsələlərdə də bir qədər ləngiyirik və yaxud da ki, kütləvi şəkildə bu barədə bizdə geniş müzakirələrə biz nail ola bilmirik. Dağıstan bu Azərbaycan deməkdir. Dərbənd Azərbaycan deməkdir. Bu sözün həqiqi mənasında deməkdir. Bu belədir. Bir çoxları biz burada hər dəfə danışanda bizi fanatizmdə qınayırdılar, belə emosional çıxışlarda qınayırdılar və hesab edirdilər ki, biz belə axmaq-axmaq danışırıq burada, Rusiya ilə müharibədən danışırıq, Dağıstanı işğal eləməkdən danışırıq. Söhbət əsla işğaldan getmir. Dağıstan Azərbaycandır deyəndə bunun tarixi konteksti var, müasir dövr üçün konteksti var, coğrafi konteksti var bunun. Yəni, Dağıstan tarixən Azərbaycana aid olmuş bir coğrafiya olubdur. Bizi orada demək, mədəni tellər, sosial kontaktlar, iqtisadiyyat, coğrafiya, hər şey bağlayır bizi. Hətta Rusiyanın, yəni Rusiya imperiya olaraq da Rusiya bunu qəbul edib, etiraf eləmiş adam, etiraf edibdir. Stalin kimi adam, yəni Rusiya imperiyasının sərhədlərini ən çox böyüdən müasir dövrün diktatoru olubdur. O da belə hətta Dağıstanın Azərbaycana aid olmasını qəbul eləmiş adamdır. Demək, 30-cu, 40-cı illərə qədər Dağıstanın bütün ehtiyaclarının hamısının Azərbaycana ödənməsini demək, SSR rəhbəri, yəni Stalin kimi adam da qəbul edirdi. Və üstəlik də, Edir çox üzr istəyirəm, və üstəlik də Azərbaycandan qopartmaq üçün Dağıstanı o 43-cü, 44-cü illər Dağıstandan türk dilli xalqları köçürdürdü. Türk dilli, kumukları köçürdürdü və digərləri, Qaraçaylıları filanları. Təbii ki, Çeçenləri də o türk sayırdı deyən, onlar da bizlə bir yerdə köçürdürdü o Orta Asiyaya. Bəli. Məhz o dövrdən sonra çox bu yaxşı demək, müdaxiləni elədi Kamran bəy. Yəni, Azərbaycandan Dağıstanın aralanması prosesi o 40-cı illərdən sonraya təsadüf elədi. Orada da ümumiyyətlə milli yaddaşı filanı Azərbaycandan tamamilə qopartdılar. Demək, orada digər etnik qrupları bir-birlərinə çaxnaşdırmaq və ümumiyyətlə Azərbaycanla o bağları qırmağa çalışdılar. Amma buna müvəffəq olmadılar. 90-cı illərdə Sovet imperiyası çökəndən sonra Rusiya da mərkəzdən qaçma başlayan kimi Dağıstan yenə də üzünü çevirdi Azərbaycana. Bu yenə də belə olacaqdır. Bundan biz qaça bilmərik. Mümkün deyil. Yəni, bir çoxları dediyim kimi düşünürlər ki, söhbət biz burada danışanda o söz deyirlər ki, bunlar artıq Dağıstanı işğal eləməkdən danışır. Yox, Dağıstanı Azərbaycan işğal eləmək istəmir. Belə bir gündəlik yoxdur. Azərbaycanın heç bir belə bir planı yoxdur. Tarixən də heç olmayıbdır ki, biz Dağıstanı gedək işğal edəyik. 1919-cu ildə Cumhuriyyət dövründə Dağlı Respublikası özü qərar qəbul edib. Azərbaycandan xahiş edib ki, biz sizə birləşək. Azərbaycan Xalq Cumhuriyyəti deyib ki, birləşməyə ehtiyac yoxdur. Yəni, Azərbaycana Dağıstan birləşmək istəyib, Azərbaycan buna ehtiyac görməyib. Əvəzində Azərbaycan Xalq Cumhuriyyəti Dağıstana kreditlər verib, iqtisadi baxımdan dəstəkləyibdir.
Əlimərdan bəy Topçubaşov təkcə Azərbaycanın Xarici İşlər Naziri funksiyasını yerinə yetirməyib. O həm də Dağıstanın Xarici İşlər Naziri funksiyasını yerinə yetirib. Sənədlər var, tarixi kitablar var. Moskvanın özündə çap olunmuş kitablar var. Orada sübuta yetirildi ki, Əlimərdan bəy Topçubaşov təkcə Azərbaycan davası aparmırdı. O həm də Dağlıq Respublikasının maraqlarını Paris Sülh Konfransında müdafiə edir. Və o respublika yaranıb Dağlıq Respublika. Təbii ki, Dərbənd istisna, Dərbənd Azərbaycanın şəhəridir. Dağıstan və Dərbəndi biz ayırırıq belə. Düzdür, Azərbaycana bağlılığını siz danışırsınız, tarixi bağlılığını, mədəni bağlılığını, hamısını, etnik hətta bağlılığını hamısını danışırsınız, amma Dağıstan və Dərbənd Azərbaycanın ərazisidir. Azərbaycan ərazisi və Azərbaycan şəhəri kimidir. Və dediyiniz həmən məqam da bu günlərin get-gedə qabarmaqdadır. Yəni o münasibətlər get-gedə yaxınlaşmaqdadır. Buyurun, buyurun. Bəli. Bundan başqa, demək, Məmməd Əmin Rəsulzadənin kitabları var. İran türkləri kitabı var. O Arazdan cənubda olan bütün türkləri orada onların bir etnoqrafik tədqiqatını aparıbdır. Qaşqay türkləri, bütün onların hamısını Azərbaycan coğrafiyasına, Azərbaycan belə deyək, domeninə aid edibdir. Qafqaz türkləri əsəri var. O Qafqaz türklərində də hər kəs istəyib aça bilər, internetdə də o kitab var. Demək, o Dağıstan Azərbaycan kimi göstərilir o kitabda da. Rəsulzadənin hətta kitabında belə. Yəni, burada söhbət dediyimiz kimi Dağıstanın işğalından getmir. Söhbət Dağıstanın özünün üzünü Azərbaycana çevirməsindən gedir. Dağıstan müstəqil dövlət kimi mövcud ola bilməz, ya istəyə bilməzlər, ya hətta istəsələr belə. Onun üçün qabiliyyət lazımdır sənə, onun üçün iqtisadiyyat lazımdır, milli birlik lazımdır sənə, müdafiə lazımdır, daxili təhlükəsizliyi qorumaq lazımdır. Dağıstanın buna gücü çatmayanda, Rusiyanın da başı özünə qarışanda, Dağıstan o köməyi kimdən istəyəcəkdir? Başqa burada bu coğrafiyada Dağıstanın harayına yetə biləcək bir ölkə varmı? Türkiyə hətta belə çalışsa, yenə də o Azərbaycanın üzərindən... Ancaq Azərbaycan üzərindən, ancaq Azərbaycan vasitəsilə. Bəli. Yəni, burada bu Dağıstan məsələsi burada oturub belə xəyalpərəstlərin danışdığı mövzu deyil. Real məsələdir və sabahları Rusiyada mərkəzdən qaçma başlayanda, real, belə deyək, vətəndaş müharibəsi başlayanda artıq Azərbaycanın probleminə çevriləcək. Əgər Dağıstan sabah Azərbaycandan kömək istəsə, Azərbaycan deyə biləcək ki, biz sizə kömək eləmirik. Mümkünsüz. Yox, mümkün deyil, Təmran bəy. Əvvəla, Dərbənd məsələsi bizi təhdid edəcək. Dərbəndlilər, məsələn, deyəcəklər ki, biz Azərbaycanlıyıq, sizin borcunuzdur bizə sahib çıxmaq. Dağıstanlılar, Mahaçqala, siz elə bilirsiniz, onlar sakit duracaqlar. Deyəcəklər ki, Azərbaycanın borcudur, bizi tarixi tellər birləşdirir. Kumuk qardaşlarımız orada tək-tək başqa xalqlar, avarlar bizlə qardaş və elə bizim Azərbaycan vətəndaşları da avarların çoxu da. Bəli, kumuklar. Biz onlara yardıma getməyəcəyik, elə şey olar. Kumuklar, ləzgilər, avarlar. İndi hətta indi təkcə Azərbaycanın ləzgiləri, avarları Azərbaycanı özlərinə vətən bilmirlər ki, hətta o tərəfin də ləzgiləri, avarları Azərbaycan. İndi əgər orada o insanlar sabahları köməksiz vəziyyətdə qalası olsa, Rusiyanın bax iqtisadiyyatı göz önündə çökür. Bu dotasiya ilə yaşayan respublikada Dağıstan elə deyil. Oranın sabahları o pulu verə bilməyəndə nə baş verəcəkdir? O yük kimin üzərinə düşəcəkdir? Bütün bunların hamısı, yəni geniş ictimai müzakirə tələb edir ki, Azərbaycan ictimai rəyi birinci növbədə hazır olsun. Və bu ictimai rəy, bilirsiniz, indi dövlət siyasəti planlaşdırılır, bu müəyyən tutaq dövlət strukturları var, amma dövlət başçısı səviyyəsində hətta çoxları da hamısı etiraf edirlər ki, bir çox qərarların qəbul edilməsində ictimai rəylə biz hesablaşırıq və ictimai rəyin təsiri altında bu qərarları veririk. Və sabah bu Azərbaycanda da geniş ictimai rəy bu məsələləri həll eləməlidir, hazırlamalıdır. Geniş bir orientasiya müəyyən edilməlidir ki, biz hara gedirik, necə həll edəcəyik bu problemləri. Və sabahlarda Azərbaycan dövləti də o ictimai rəyə uyğun olaraq özünün orientasiyasını müəyyən edə bilsin, siyasətini müəyyən edə bilsin. Bu baxımdan, yəni ictimai müzakirələr çox vacibdir. Azərbaycan həm Rusiyanın, bütöv Rusiya ərazisindəki Azərbaycanlıların maraqlarını müdafiə eləməsi, həm də Dağıstan və Dərbənd məsələsinin müzakirə eləmək nöqteyi nəzərdən bu günləri, demək, yəni bu geniş müzakirələri açmalıdır.